Xəbər verdiyimiz kimi qırmızı və yaşıl xəttlərin ayrılması layihəsi çərçivəsində Cəfər Cabbarlı və Nizami stansiyaları arasında birləşdirici tunelin inşa edilməsi səbəbilə 28 may stansiyasından Dərnəgül stansiyası istiqamətinə doğru qatarların hərəkəti müvəqqəti təşkil edilməyəcək. Bu isə o deməkdir ki, Dərnəgüldən Əhmədliyə və əks istiqamətdə gedən sərnişinlər çətinliklə üzləşəcək. Belə ki, Əhmədli istiqamətinə gələn sərnişinlər 28 mayda düşməli olacaqlar. Onlar piyada, avtobus və ya taksi ilə Nizamiyə getməli, sonra həmin stansiyadan Dərnəgül istiqamətinə doğru hərəkətə davam etməlidirlər. Dərnəgüldən gələn sərnişinlər də eyni çətinliklə üzləşəcəklər. Təbii ki, bütün bunlar sərnişinlər üçün vaxt itkisi ilə yanaşı əlavə xərclərə də səbəb olacaq. Qeyd edək ki, metrodan gündəlik orta hesabla 500 min nəfər istifadə edir. Bunun da təqribən 300 mini Dərnəgül istiqamətində hərəkət edir. Sözügedən istiqamətdə qatarların hərəkətində tətbiq olunacaq məhdudiyyətdən sonra isə sərnişinlər gündəlik 1 manat yox 3 manat ödəməli olacaqlar. Mövzu ilə bağlı Publikasın suallarını cavablandıran deputat Razi Nurullayev bildirdi ki, Cəfər Cabbarlı və Nizami stansiyaları arasında birləşdirici tunelin inşası vətəndaşların rahatlığı üçündür. Bu bir dövlət layihəsidir. Səbəb isə vətəndaşların rahatlığını təmin etməkdir. Bakı şəhərində sıxlığın aradan qaldırılmasıdır. İnşaat 2025-2030-cu illər layihəsi çərçivəsində həyata keçiriləcək. Bu cür layihələr həyata keçirilən zaman isə Azərbaycan olsun, istərsə də başqa dünya ölkələri təbii ki, müəyyən məhdudlaşdırıcı addımlar atılır. Sərnişinlər müəyyən zaman müddətində həmin rahatlıqdan məhrum olurlar. Amma bu rahatlıqdan və yaxud metro stansiyasından istifadə etməməsi səbəbindən onlara kompensasiya verilməsi dünya təcrübəsində mümkün deyil. Ona görə də yəqin ki, hökumət bunu nəzərdən keçirməyəcək deyə deputat bildirib.